Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Gəlin Aray Test Bankından şərt operatoru ilə bağlı açıq suallara baxaq. 51 nömrəli tapşırıqda deyir ki, klaviaturadan daxil edilən natural ədədin tək və ya cüt olduğunu təyin edən proqramı Python dilində yazın. Daxil edilən natural ədəd dediyinə görə mən də int tipində natural ədəd daxil edirəm. N bərabərdir int input. Daha sonra uşaqlar, artıq biz şərt operatoruna keçmişik axı. Şərt operatorunda biz bilirik ki, if-dən istifadə edirik. Soruşuram, əgər daxil etdiyimiz ədəd 2-yə bölünəndə qalıqda əgər 0 alınırsa, uşaqlar, sual verəndə 2 bərabərlikdə istifadə olunur və buradakı faiz biz artıq bilirik ki, qalığın tapılmasıdır və if-dən sonra mütləq şəkildə 2 nöqtə qoyulur. 2 nöqtə qoyulur. Əgər n 2-yə bölünəndə qalıqda 0 alınırsa, deməli ədədimiz cütdür. Printin içərisində yazacağam. Dırnaqda cüt. Cüt ədəddir. Cüt ədəddir. Ədəddir. Əks halda da təbii ki, else-dən istifadə edərik. Əks halda, əgər 2-yə bölünəndə qalıqda 0 alınmırsa, deməli ədədimiz tək ədəddir. Əks halda yazacağım bura print mötərizənin içərisində təbii ki, yenə dırnaqda tək ədəddir. Bu olacaq belə. İndi gəlin run əmrini verək ay uşaqlar. Tutaq ki, bir ədəd daxil edək, 67 tək ədəddir. Bir dənə də cüt ədəd yazaq. Məsələn, yazaq 86, enter vursam cüt ədəd çap etmiş olar. Olur belə. Növbəti 52 nömrəli məsələdə deyilir ki, klaviaturadan daxil edilən həqiqi ədədin müsbət, mənfi və yaxud 0 olduğunu təyin edən proqramı Python dilində yazın. Həqiqi ədəd dediyinə görə uşaqlar, mən float tipində bir ədəd daxil edəcəm. Bizim float tipi həqiqi ədədlərimizi ifadə edir. Float input daxil etdik. Müsbət, mənfi, təbii ki, yenə burada şərt qoyuram. If, əgər daxil etdiyimiz n, əgər sıfırdan böyükdürsə, 2 nöqtə, deməli, həmin ədədimiz müsbətdir təbii ki. Düşürəm aşağı və burada yazacağım print mötərizəni açıb bağlayaq. Dırnaq içərisində müsbətdir. Müsbətdir. Daha sonra uşaqlar, burada 3 dənə şərt olduğuna görə, axı böyükdür 0, mənfi də var, bir də 0 olmalı var deyə. Əgər 0-dan böyük deyilsə, 0-dan böyükdürmü, yox desəm, düşsün elifə. Elif uşaqlar yox qolu ilə işləyirdi, biz bunu bilirik. Yox qoluna yazıram ki, n kiçikdir 0-dan, 2 nöqtə. 0-dan kiçikdirsə, təbii ki, printin içərisində mən yazacağım bura, dırnaq içərisində mənfidir. Bir də sonda else yazacaq, else yazarıq. Else-yə də yazarıq ki, print, təbii ki, burada da 0-a bərabərdir. Print, mötərizəni açaq, bağlayaq. Yazaq bura 0-dır. Bu olur belə uşaqlar. İndi məsələn, gəlin ixtiyar bir həqiqi ədəd daxil edək. Mənfi 8,5. Enter vursam, mənfi qaytarar. Daha sonra bir ədəd müsbət qaytaraq, müsbət float tipində ədəd, müsbət 5,7 müsbətdir. 0-ı da yazsaq uşaqlar, təbii ki, düşəcək else qoluna və deyəcək ki, ədədimiz 0-a bərabər olmuş olar. 53 nömrəli tapşırığa baxıram. Klaviaturadan daxil edilən natural ədədin 3 rəqəmli olub-olmadığını təyin edən proqramı Python dilində yazın.
Natural ədəd dediyinə görə mən yenə bu float'u dəyişirəm. Yazıram bura int. Ədədimiz çünki natural ədəddir, integer ədəddir. Daxil edilən natural ədədin üç rəqəmli olub-olmadığını uşaqlar bizim üç rəqəmli ədədlərimiz başlayır 100-dən və davam eləyir 999-a qədərən. Nə şərti yazıram? Əgər daxil elədiyimiz ədəd böyük böyükdür, aşağılar 100 yazmam. Böyük bərabərdir 100-də yaza bilərəm. Böyük bərabərdir 100-də yaza bilərəm. Böyükdür 99-da yaza bilərəm. Böyük bərabərdir 100 yazsam 100-ün özünü də daxil eləyəcək. Amma böyükdür 99 yazsam aşağılar 99-dan böyük, yəni 100-ü götürəcək. Məsələn, belə yazaq. Və and 1000-dən kiçikdir də yazmaq olar. Kiçikdir 1000-dən. Belə də yazmaq olar. Kiçikdir 1000-dən yazmaq olar. Kiçik bərabərdir 999-dan da yazmaq olar, ay uşaqlar. Yəni 999-un özünü də götürsün. Daha sonra yazacağım bura print mötərizənin içərisində 3 rəqəmlidir yazaq. 3 rəqəmlidir. 3 rəqəmlidir. Təbii ki, dırnaqda yazmalıyam bunu. 3 rəqəmlidir. Daha sonra düşürəm. Buradakı else qolu 2 nöqtə yazacağım buradan print. Dırnağın içərisində deyil. 3 rəqəmli deyil. 3 rəqəmli yazaq bura. Deyil. Deyil. Dırnaq. Dırnaq. İndi gəlin baxaq. Məsələn, mən götürmüşəm 305. 3 rəqəmlidir, çıxardır. Məsələn, uşaqlar, bura versəm 49, 3 rəqəmli deyil qaytarır. Bir dənə də əgər 4 rəqəmli ədəd yazsam bura, məsələn 1001, 3 rəqəmli deyil qaytarmış olur. Bu olur belə. Yəni bura yazsaq bayaq dediyim kimi böyük bərabərdir, 100 də yaza bilərəm və kiçikdir, aşağılar 1000 də yaza bilərəm, 1000 də yaza bilərəm. Yəni eyni cür, eyni mənanı verir. Gələk baxaq növbəti 55 nömrəli suala. Deyir, klaviaturadan daxil edilən iki müxtəlif həqiqi ədədin kiçiyini çap edən proqramı Python dilində yazın. İki müxtəlif həqiqi ədəd daxil eləyək, gəlin. İki müxtəlif həqiqi ədəd. Bunlardan biri olsun A. Həqiqi ədəd dediyinə görə yazacağım burada float. Bir dənə də B bərabərdir. Float mötərizənin içərisində yazaq bura input, açıq, bağlayaq. 2 dənə həqiqi ədədimiz var. Kiçiyini çap eləyən proqram istəyir bizdən. Deməli, 2 dənə ədəddən bir də. Şərtimiz nə olar? If, əgər A kiçikdirsə, bir dəqiqə, A kiçikdirsə B-dən 2 nöqtə yazıram. A B-dən kiçikdirsə, uşaqlar, hə desəm, əgər print mötərizənin içərisində elə A-nın özünü təbii ki, çap etmiş dırnaqda yazmağıma ehtiyac yoxdur. A-nın özünü çap eləyir. 2 müxtəlif həqiqi ədədin kiçiyini çap edən proqramı Python dilində yazın. A B-dən kiçikdirsə, onda A-nı çap eləyəcək. Əks halda else yazsaq bura 2 nöqtə buradan yazarıq print mötərizəni açıb bağlayaram. Deməli, B kiçikdir. Yine gəlin 2 dənə həqiqi ədəd daxil eləyək. Məsələn, bunlardan biri olsun 3.5, biri də olsun 6.7, enteri vursam 3.5'i çıxardır ən kiçiyini. Sonra bir də vursam, birincini gəlin böyük yazaq. Məsələn, yazaq 8.2, 8.2.
Digəri də olsun 3,7 3,7-ni bu səfər də yəni ikinci ədədi çap etmiş oldu. Yenə də ən kiçiyini görür bir sözlə. Bu da olur belə uşaqlar. Daha sonra növbəti suala baxaq. Üç rəqəmli natural 56 nömrəli sualda deyir ki, klaviaturadan daxil edilən 3 rəqəmli natural ədədin, gəlin daxil eləyək, 3 rəqəmli natural ədəd daxil eləyək, int daxil edirəm. Daha sonra deyir, Armstrong ədədi olub-olmadığını müəyyən edən proqram Python dilində yazın. Armstrong ədəd odur ki, uşaqlar, ədədin deməli, özü ilə Armstrong nədir? Məsələn, 3 rəqəmli bir ədəd yazıram. Həmin 3 rəqəmli ədədin, məsələn, 154 yazmışam. 154-də 1-in kubu, 5-in kubu, 4-ün kubu, təzədən 154-ün özünə bərabərsə, deməli, həmin ədəd Armstrongdur. Bax, 1-in kubu eləyir 1, 5-in kubu eləyir 125, 4-ün kubu da eləyəcək 64. Toplasan 125 ilə 65-i 0, 6, 2, 8, 9, 190 alır. Deməli, 154 ədəd Armstrong deyil. Məsələn, gəlin buradan bir Armstrong ədəd tapaq. Armstrong ədədlər. Məsələn, uşaqlar. Məsələn, 1634. Burada bu indi bizim, bu 4 rəqəmdir da, bizdən 3 rəqəmli istəyir deyə biz 3 rəqəmli ədəd götürməliyik. Məsələn, bax, 153. 153 ədədi 1-in kubu, 5-in kubu, 3-ün kubu bərabərdir 153-ün özünə. Mən 154 yazmışam. Gəlin 153-ə də baxaq. Burada 153 olsa 3-ün kubu olacaq 27. 125, bir də burada yazaram 127. Yəni 125 plus 1, 126. Üstünə də 27 gəlsək 3, 5, 1. 153 alınar. Deməli, 153 ədədi Armstrong ədəd uşaqlar. İndi bunu burada necə tətbiq edirik? Əvvəlcə 3 rəqəmli ədəddir. Təbii ki, görürsünüz, mən burada rəqəmlərindən istifadə eləmişəm. 1-dən, 5-dən, 3-dən. Təbii ki, mən ədədi rəqəmlərinə ayırmalıyam. Rəqəmlərinə də ayırmağı bilirdik. A-nın, deməli, birinci rəqəmdə yazaq bura. Nə yazaq bura? Tutaq ki, yazacağım N1. N1, nömrə 1 olsun. Bərabərdir yazaq. A-nın aşağılar 100-ə bölünməsindən tam hissə. 100-ə bölünməsindən tam hissə bizə 1-i qaytaracaq. 153-ü 100-ə böləndə tam hissədə 1 qayıdır. Sonra ikinci bizim rəqəmimiz, yəni ortada olan rəqəmi qaytarmaq üçün uşaqlar 153-ü mən 10-a bölərəm. 10-a bölünməsindən alınacaq 15. 15-in də uşaqlar təzədən 10-a bölünməsindən qalıq alınacaq 5-in özü. Bir də indi üçüncü rəqəmi tapaq gəlin. N3 bərabərdir ədədin uşaqlar 10-a bölünməsindən qalıq 153-ün 10-a bölünməsindən qalıqda 3 alınır. Bax, bu 1-i çıxardacaq. Bu 5-i, bu isə 3-ü. İndi ədədin rəqəmlərini tapmışıq. Və mən şərt qoyuram burada, təbii ki. Şərt qoymamış, şərtin içində də yazmaq olar, şərtdən kənarda da yazmaq olar. Məsələn, gəlin bu elə ədədimizi tapaq. Yəni, bu hissəni hesablayaq. Bu hissəni hesablamağa çalışacağım. N, burada deyirəm, bərabərdir. N orada kimi yazıram. N bərabərdir. N1-in üstü 3. Üzərinə gəlirəm. N2 üstü 3. Üzərinə gələk. N3 üstü 3. Uşaqlar, bax. Yəni, 1-in, bu axı 1-in qiymətidir. Bu 1-dir, bax. N1 1-ə bərabərdir burada. 1 üstü 3. Sonra bu 5 üstü 3. Bura 5 üstü 3-dür. Bura isə 3 üstü 3-ü qaytarır bizə. Bir sözlə bu n nəyə bərabərdirsə, mən şərtdə soruşuram uşaqlar. Deyirəm ki, yuxarıda aldığım A qiyməti ilə aşağıda götürdüyüm N qiyməti bir-birinə bərabərdirsə,
Onda printin içərisində yazaram bura Armstrongdur. Dırnaqda Armstrongdur. Armstrongdur. Əks halda dediyimiz nədir? Else qoludur təbii ki. Else 2 nöqtə düşürəm aşağı, yazıram bura print 2 nöqtə Armstrong deyil. Armstrong deyil. Armstrong deyil. Hə, dırnaq və dırnaq aşıqlar. Gəlin baxaq. Bax, mən 154-ü qoyacağım. Hansı ki, bayaq biz doğru tapmamışdıq. Bax, Armstrong deyil, qaytarır. 153 yazsam isə, 153 yazsam, hesablayır özü. Bəli, Armstrongu qaytarmış olur. Belə uşaqlar, sağ olun. Növbəti sualları izahında görüşərik inşallah.